Təxmini 10 gün əvvəl Baku TV-nin paylaşdığı bir videoda, onların rəsmi YouTube kanalında planetdə aləm bir-birinə dəydi, yerin dəmir ürəyində nələr baş verdi adlı bir xəbər başlığı ilə belə bir video paylaşıb. Videonun icmalı belədir təxmini. Planetimizin mərkəzində qəribə hadisələr baş verir. Yerin daxili nüvəsi 500 kilometrdən çox dərinlikdə yerləşən sıx dəmir sfera qəfildən fırlanma istiqamətini dəyişib. Bu barədə Nature Geoscience jurnalında dərc edilmiş tədqiqatda deyilir. Alimlər yüzlərlə zəlzələ və nüvə sınaqlarının məlumatlarını təhlil ediblər. Seismik dalğalar göstərib ki, yerin mərkəzində ciddi hərəkətlər baş verir. Elm adamları vurğulayıb ki, bunun günün uzunluğuna təsiri hələ ki minimaldır. Saniyənin mində birindən də azdır. Lakin dəyişikliklər maqnit sayəsində hətta iqlimə də təsir göstərə bilər. Yəni, yerin nüvəsi fırlanmağa başlayıb, xəbərə görə. Yazılan şərhlərə baxırıq. Yalandır, inanmayın. Yəni, real dəyərləndirmədir güya bu. İnsanlar çoxdan cızından çıxıb, Allahın qəzəbini unudublar. Əlhəmdülillah, Rabbi aləminə. Allah gələcəyimizi, Allah, nə bilim, uşaqlarımızı, Allah-u Teala övladlarımızı qorusun. Müharibələri, xəstəlikləri, digər mundarlıqları tərk etsinlər. Qiyamət günəş qəbdən çıxacaq. Necə olacaq? Yer oxunun ətrafında tərsinə dönəcək. Каждый год земной шар теряет, nə bilim, nə. Burada yerin hər şeyin doğrusunu Allah bilir, biz kimik və s. kimi şərhlər var. Yəni, belə şok effekti ilə sanki ilk dəfədir bu hadisə baş verir. Baku TV YouTube kanalında bu cür bir video paylaşıb. Planetimizin mərkəzinə doğru, yəni nüvənin xaricinə tərəf hərəkət etdikcə istilik 4500 dərəcəyə qədər artır. Və bu istilikdə planetimizi qayalığa çevirən o bərk cisimlər əriyərək maye halına çevrilir. Məhz buna görə də nüvənin xarici maye halındadır. Nüvənin daxilinə, yəni daxili nüvəyə doğru hərəkət elədikcə istilik daha da artır və demək olar ki, günəş səthi istiliyinə, yəni 5200 dərəcəyə çatır. Amma daxili nüvə xarici nüvə kimi maye halında deyil. Buna səbəb isə təzyiqdir. Təzyiq o qədər yüksəkdir ki, istiliyə rəğmən bütövlükdə o dəmir və nikeldən təşkil olunan, yəni artıq 1500 dərəcədə əriməli olan cisimlər əriyə bilmir və nəticədə daha da qatılaşır. Ötən əsrin 90-cı illərində keçirilən seismoloji tədqiqatlar nəticəsində məlum olub ki, daxili nüvə yerin digər hissələrindən fərqli olaraq əks istiqamətdə fırlanır 70 illik fasilələrlə. Və buna əsas səbəb kimi aqreqat halına görə qruplaşdırmanı müəyyən edə bilərik. Çünki məhz bu qruplaşdırma nəticəsində yerin nüvəsi iki yerə ayrılıb, daxili nüvə və xarici nüvə. Yerin qabıq hissəsi bərk haldadır, xarici nüvə və mantia maye halındadır, daxili nüvə isə bərk haldadır. Bu modeli beyninizə canlandırsaz, qatı hissənin, yəni yerin daxili nüvəsinin ətrafını əhatə edən xarici nüvə, yəni mayenin içində xaotik şəkildə hərəkət etdiyini idrak edə bilərsiniz. Daxili nüvə ilə planetin digər hissələrinin fərqli hərəkət eləməsi heç də təəccüblü deyil. Əslində, momentum adını verdiyimiz bucaq impulsunun qorunması üçün hər hansı bir planetin daxili hissələri ilə xarici hissələri eyni istiqamətdə hərəkət eləməlidir. Amma burada bir neçə istisna var. Bunlardan biri də maqnit sayəsidir. Maye təbiətli xarici nüvənin hərəkətlərinə təsir edən, dünyamızı günəşdən gələn zərərli şüalardan qoruyan, aurora kimi estetik görüntüyə səbəb olan maqnit sahələri xarici nüvə üzərində qravitasiya yaradaraq onu da daxili nüvə ilə eyni istiqamətdə fırlanmağa məcbur edir. Amma nisbətən stabil olan mantia təbəqəsindəki cazibə qüvvəsi elektromaqnetizmin təsiri ilə bu fırlanma hərəkətini yavaşladır. Bu iki nəhəng qüvvə bir-birinə təsir edərək yerin nüvəsinin əks istiqamətdə fırlanmasına və bu fırlanmanın müəyyən müddət ərzində istiqamət dəyişdirməsinə səbəb olur. Beləliklə də bu iki qüvvə 70 illik fasilələrlə daxili nüvənin bir dəfə saat əqrəbi, bir dəfə də saat əqrəbinin əksi istiqamətində fırlanmasına səbəb olur. Və bu günə qədər keçirilmiş təcrübələrə əsaslanaraq demək olar ki, bu hadisə sonuncu dəfə ötən əsrin 60-cı illərinə təsadüf eləyir. Yəni, bu da onu göstərir ki, bu hadisə o qədər də şişirildiyi qədər qeyri-adi hadisə deyil. Əgər cari model doğrudursa, yerin nüvəsinin son 100 milyon ildə 1 milyon dəfə istiqamət dəyişdirdiyini deyə bilərik.
Yəni bu illərlə baş verməsi heç də təəccüblü deyil. Yəni bunun bizim yaşadığımız dövrə təsadüf etməsi və s. O qədər də böyük bir hadisə deyil. Hətta bir neçə il əvvəl Pekin Universitetindən bir tədqiqat qrupu bir məqalələrində daxili nüvənin hərəkətinin bu illərdə dayanacağı və tərsinə fırlanmağa başlayacağını kəşf etdiklərini bəyan ediblər və bu başlıqlı xəbərdə, yəni xəbəri bu başlıqla yazanda abstraktı həmin məqalədə sanki bu elə təəssürat oyadır ki, bu ilk dəfə baş verən bir hadisədir və belə deyim, qiyamət ssenarisi yaradırlar özləri üçün. Amma məqalənin davamını oxusaq açıq-aşkar görərik ki, bu 70 illik fasilələrlə davam edir və orada qeyd olunan modelə görə bu 100 milyon ildə 1 milyon dəfə təkrarlanıb. Dediyim kimi, ümumiyyətlə bu cür xəbər saytları xəbəri paylaşanda mütləq şəkildə orada şişirtmə, mübaliğə olur. Baku TV-də bunu eləyib. Dünyada qəribə hadisələr baş verir başlığı ilə. Yəni bu hadisələr heç də qəribə deyil. İlk dəfə də deyil bu cür xəbər paylaşır. Baku TV Tanrının varlığını elmlə, Tanrının varlığı sübut olundu və ya kainatın yaradılmasını belə deyim, memarının Tanrı olduğu elmlə sübut olundu başlıqlı bir xəbər də yayımlamışdı bundan əvvəlki həftələrdə. Və buna da belə ehtiyatlı yalan deyirlər. Yəni bu təhrif yolu ilə yalan deyirlər hətta. Dediyim kimi, bu heç ilk dəfə görünən proses deyil. Dəfələrlə biz bu cür xəbərlər görmüşük müxtəlif xəbər saytlarında. Baku TV-nin fəaliyyətini həqiqətən də yaxşı dəyərləndirirəm, müsbət dəyərləndirirəm. Çünki onlarda ayrıca elm rubrikası var. Hər həftə mütləq şəkildə və hətta hər gün elm xəbərləri paylaşılır. Sadəcə bu paylaşılan xəbərləri hansı mənbədən araşdırırlar? O rubrikadakı belə deyim, xəbərləri oxuyan, dərc eləyən bunu necə eləyir? Bu araşdırmanı necə aparır, yazını necə hazırlayır? Bu çox maraqlı mənə. Çünki bir işi görürsənsə onun keyfiyyətli olması lazımdır və insanları belə deyim, insanların başını qarışdırmaq və bu cür manipulyasiya eləmək məncə heç də saf və təmiz bir iş deyil. Çox yaxşı olar ki, nəinki Baku TV, bütün xəbər saytları və televiziya kanalları bu prinsiplə hərəkət eləsin. Həqiqətən də məlumat kirliliyinin artdığı bu dövrdə insanları, xüsusilə də cahil insanları bu cür manipulyasiya eləmək bilmirəm nə dərəcədə düzgündür. Ümid edirəm ki, bir də bu cür video çəkmək məcburiyyətində qalmaram. Sadəcə yenə də istədim ki, bəzi məsələlərə aydınlıq gətirək və həqiqətən də reallıqda nə olduğunu bu şəkildə elmi əsaslarla belə deyim, izah edeyim. Ümid edirəm ki, bu videoda sizin üçün faydalı oldu. Növbəti videolarda görüşənədək hələlik.